günləri mən Təhsil İnstitutunun sertifikasiya bağlı nümunə 10 sualına baxacağıq. Ümumiyyətcə, öncə fikrimi bildirim ki, bu suallar əksəriyyəti tarazlıq mövzusunun üzərində qurulur. Demək olar ki, hamısı. Bu demək deyil ki, sertifikasiyada məhz bu suallardan bu qədər çətinlik dərəcəsi olacaq. Sadəcə birinci bunlar nümunə suallardır. Yəni sizin çətin suallarınızdan bir neçə dənəsi bu tipdə ola bilər. Yəni ümumiyyətcə kimyanın ən çətin hissələrdən biri tarazlıq hissədir, məhlul hissədir, reaksiyanın sürətidir. Bu hissələrə xüsusi diqqət yetirin ki, orada yəni çətinliyi artırılmış suallara yəni həll edə biləsiniz. Başlayaq birinci sualla. Birinci sualımıza deməli H2-nin başlanğıc qatlığı. Deməli burada öncəliklə reaksiyamızı yazaq. Əmələ gəlir 2H xlor. Bizə başlanğıc qatılıq qeyd olunur. Başlanğıcı mən buradan yazam. Başlanğıc sərf tarazlıq A və B. Burada belə bir söz deyilir. Tarazlıq anda başlanğıc maddələrin tarazlıq qatılıqları bərabər olarsa. Biz bunların nə qədər sərf olunduğunu bilmirik. Həmişə sərf olunanı əgər bilmiriksə, bu zaman əmsallarını məhsul deyə qeyd edirik. Yəni 1, 1 və 2-dirsə, bu zaman sərf olunanı bunun x qeyd edirəm, bunu da x qeyd edirəm. Deməli başlanğıc maddələri qeyd etdik. Məhsulları isə H-xlorun başlanğıc və sonu yoxdur. Tarazlıq hissəsi 2x qədər qeyd edirik. Tarazlığı tapmaq üçün A-dan başlanğıcdan çıxıram, sərfi A çıxılsın 2x, B çıxılsın 2x və bunları deyir ki, başlanğıc maddələrin tarazlıq qatılıqları bərabərdir. Bunları bərabərləşdirsə A bərabərdir B olacaqdır. Bizə də A-nın B-yə nisbətidir. Belə çıxır ki, bu yəni A bölünsün B nisbəti 1-in 1-ə nisbəti verəcəkdir. Cavabımız olar C variantı. İkinci sualdan davam edirik. Hidrogen və oksigen arasında baş verən reaksiya zamanı 30 saniyə müddətində oksigenin kütləsi sərf olunan hidrogenin kütləsindən 56 qram çoxdur. Əvvəlcə reaksiyanı yazaq. Deməli 2H2 üstə gəlinsin O2 əmələ gəlir 2H2O. Burada biz tam olaraq bilmirik. Burada deməli 4 qramdır. Bunu 4x qədər sərf olunduğunu götürürəm. 32-də 32x qədər sərf olunduğunu götürürəm. Oksigenin kütləsi 32x, hidrogenin kütləsi sərf olunan 4x-dən 56 qram çoxdur. Və buradan tapıram 28x bərabərdir 56-ya, x də bərabərdir 2-yə. Deməli, belə çıxır ki, hidrogendən 8 qram, x-i yerinə qoysaq, oksigendən də 64 qram sərf olunur. Deməli, belə çıxır ki, bizə deyir ki, oksigenə görə sürət V bərabərdir. S bölünsün, delta S bölünsün, ta düsturundan, S-in də yerinə nü bölünsün. Biz burada S sərf olunan qatılıqdır. Bunu yadınızda saxlayın. Orta sürət düsturunda həmişə sərf olunan miqdardan istifadə olunur. S-i də kütlə ilə olan düsturundan asaq, kiçiyin bölünsün, böyükün vurulsun V, vurulsun T deyə yazarıq. Çünki S bərabərdir nü bölünsün V. Nünün də yerinə kiçiyin bölünsün, böyükün vurulsun V. Eyni bunu gətirib burada tətbiq elədim. Və beləliklə 64 qram idi. 64 bölünsün. Oksigenin kütləsi 32 qram. Vurulsun qabın həcmi 4 litr. Vurulsun zaman. Zamanda diqqətli olun. Burada 30 saniyə verilibdir. Amma bizə dəqiqə ilə istəyir. 30 saniyə, yəni 1 dəqiqə 60 saniyədirsə, onda 30 saniyədə eləyəcəkdir 0,5 dəqiqə. Vurulsun 0,5 və biz hesablasaq deməli burada 2 qalar. 2 bölünsün 2. Aha, cavab elədi 1, D variantı. Daha sonra keçirik 3-cü sualımıza. 3-cü sualımızda verilibdir. Başlanğıc qatılıqları AA, amonyakın tarazlıq qatılığı verilib. Amonyakın tarazlıq qatılığı verilibsə, demək ki, biz bu tarazlıq qatılığını əsasən, tarazlıq baxın, burada verilibdir 2. Bu deməkdir ki, amonyak 2 molar əmələ gəlibdir. Amonyakın 2 molar əmələ gəlməsi üçün biz N2 ilə H2-nin sərf olunanını tapa bilərik. Belə, bu 2 molar əmələ gəlibsə, baxın, 1, 3, 2-yə nisbətdir. Onda 2 sərf olunan olacaqdır. 1, 3. Tarazlıq qatılıqları verilibdir A. Onda başlanğıc olacaq A üstə gəl 1, A üstə gəlinsin 3. Başlanğıcı tapmaq üçün sərflə tarazlığı cəmlədim. İlkin qatılıqları cəmi 8-ə bərabərdir. A üstə gəl 1, üstə gəlinsin A üstə gəlinsin 3 bərabərdir 8-ə. 2A bərabərdir 4-ə. A-nın qiymətini tapırıq 2. A-nın qiymətini 2 tapdıqdan sonra tarazlıqları hesablayırıq. A 2-yə bərabərdirsə, KT-ni hesablayanda KT də bərabərdir. Deməli, C NH3-ün kvadratı bölünsün. C N2 vurulsun. CH2-nin kubu. 2-nin kvadratı bölünsün. 2 vurulsun. 2-nin kubu. Baxın, burada tapmışıq tarazlıqları. Bu da eləyəcək. Deməli, 4 bölünsün 16. Yəni 0,25. Y variantı.
Gəldik 4-cü sualımıza. Yazaq reaksiyamızı. Yenə N2 üstə gəlinsin 3H2. Əmələ gəlir 2NH3. 2 litrlik qabda 1,5 mol N2, 3,5 mol da H2 arasında reaksiya gedir. Azota görə sürəti tapın. Biz azotun nə qədər sərf olunduğunu tapmalıyıq. Buna əsasən yoxlamalıyıq ki, görək hansı tam olaraq reaksiya gedir. Gördüyünüz kimi N2 ilə H2 1-in 3-ə nisbətində gedir. 1-ə 3 nisbət isə 1,5 N2-ni götürsək bizə 4,5 mol H2 lazımdır. Deməli H2 bu qədər yetmir. Çünki 3,6-dır. Deməli, hidrogenə görə hesablama aparacağıq. 1-ə 3-dürsə, 3,6 molada x-dir. Baxın, əmsallar gördüyünüz kimi 1-in 3-ədir. X bərabərdir 1,2. N2 deməli 1,2 sərf olunubdur. Biz də sürət düsturunda həmişə sərf olunandan istifadə edirik və də bərabərdir. Deməli, nü sərf olunan bölünsün v vurulsun t'dir. 1,2 bölünsün 2 vurulsun 60 saniyə. 1,2-ni də deməli 120-yə bölərsə bu deyilər 0,1 B variantı. 5-ci sualımızdan 5-ci sualda hidrogen fluoridin H fluorun parçalanmasıdır. Yazdıq reaksiyamızı, əmsallaşdırdıq. Bizə deyir ki 100 qram hidrogen fluorid. 100 qram hidrogen fluoridi 20-yə bölsək 5 moldur. Deməli 5-in deyir 40% parçalanır. Böldük 40-a. Baxırıq ki bu 2 mol parçalanıb. Deməli başlanğıc olaraq 5 götürülübdür. İkisi parçalanıb, qalan isə tarazlıq hissəsində isə 3 olacaqdır. 5-dən 2 çıxdı. Əgər H fluorun ikisi parçalanıbsa, onda H2 ilə fluor 2-dən 1 mol əmələ gələr. KT-ni hesablayıram. KT bərabərdir CH2 vurulsun C fluor 2 bölünsün. CH fluorun kvadratı. Bu da bərabərdir 1 vurulsun 1 bölünsün 3-ün kvadratı. Yəni 1 bölünsün 9. Cavab A variantı. Reaksiyamızı yazdıq 6-cı üçün. Deməli 2 mol azot, 2 mol hidrogen, 2 mol amonyak var. 2, 2, 2. Tarazlı kanda amonyakın mol miqdarı 50% artıbdır. Yəni 2-nin 50% artımı o deməkdir ki, bu 1 mol artıb, olub 3. Bu 1 mol artıbsa, NH3, deməli N2 ilə H2 azalıb. Görək nə qədər azalıb. Yəni amonyak 1 mol əmələ gəlibdir. Bunun üçün N2-nin və H2-nin sərf olunan miqdarını tapmalıyıq. Əmsallara nəzərən tənasüb qururam. 1 mol N2 sərf olunanda 2 mol NH3 alınırsa, 1 mol NH3 alınanda nə qədər sərf olunur? Tapıram ki 0,5. Deməli, buradan 0,5-i çıxıram. Burada qalır 1,5. Artıq növbəti tarazlıqdır. H2 nə qədər sərf olunacaqdır? Deməli 3 H2 sərf olunanda 2 amonyak alınırsa, 1 H2 sərf olunanda nə qədər amonyak alınır? Tapıram ki, nə qədər daha doğrusu hidrogen sərf olunar? 1,5 sərf olunar. Çıxıram 1,5-i. Bu deyirlər 0,5. Gəlirəm buradan KT-ni hesablamağa. KT bərabərdir, artıq bilirik. Məhsulların tarazlıq qatılıqlarını bölürük başlanğıc maddələrin tarazlıq qatılığına. 3-ün kvadratı bölünsün 1,5 vurulsun 0,5-in kubu. Deməli, bunu da ixtisar aparsaq, deməli 9-u bölərik 1,5-ə. Burada cavabımız çıxacaqdır. 6 bölünsün 0,5-in kubu. Yəni 6-nı da vuracağıq. 2, 2, 2, 2-nin kubu 8-ə vuracaq. Bu da eləcək cavab 48. Y variantı. 7-ci sualımızdan davam edək. 7-ci sualımızda reaksiyamız verilibdir. Tarazı qabda bütün maddələrin tarazlıq qatılıqları bərabərdir. Deməli deyir ki, tarazlıq qabda olan bütün maddələrin tarazlıq qatılıqları bərabərdir. 2 mol H2 üstə gəlinsin O2, əmələ gəlir 2 mol H2O. Bütün maddələrin tarazlıq qatılıqları bərabərdir. Deməli, mən H2O-nun tarazlıq qatılığını yazıram 2A. H2-nin də tarazlıq qatılığı 2A, O2-nin də tarazlıq qatılığı 2A. Hamısı bir-birinə bərabərdir. 1 bərabərdir. 2A-nın kvadratı bölünsün. H2-nin tarazlığı 2A-nın kvadratı vurulsun 2A. İxtisar getdi. 2A bərabərdir 1-ə. A da bərabərdir 0,5. Tarazlıqları yerinə qoysaq 1, 1, 1. Yəni A-nı qoydum yerinə tarazlığı tapdıq belə. Sərf olunan və başlanğıc H2 1 mol əmələ gəlibsə, onda H2 1 mol sərf olunur, O2 0,5 sərf olunur. Başlanğıc tarazlıqla sərfin cəmi 2 mol, 1,5 mol, 1 mol da H2O. Bunların kütləsini hesablasaq 2 mol H2-nin kütləsi 2 vurulsun 2, 4 qram, 1,5 vurulsun O2-nin kütləsi 32, üstə gələk
Burada bizə tarazlıq anında deyir. Mən başlanğıc üçün hesabladım. Tarazlıq anında üçün hesablayırıqsa, tarazlıqda 1 mol H ikimiz 2 qram, 1 mol O ikimiz 32 qram, 1 mol suyumuz var. Buna heç ehtiyac yoxdur. 18 qram. Bu da bərabərdir 52 qram C variantı. 8-ci sualımıza baxırıq. 8-ci sualımız maraqlı suallardan biridir. Əslində qəliz görsənməyinə baxmayaraq çox asan sualdır. Deməli, başlanğıc şüşədə AB qazları var, tünd yaşıl rəngdədir. Zaman keçdikcə C maddənin yaranması mavi rəng olur. Deməli, tarazlığımız C maddəsi tərəfə yönəlibdir. Müəyyən müddətdən sonra bu rəng sabit qalır. Əgər sabit qalırsa rəngimiz, deməli, sistem tarazlığa çatıbdır. Yəni, tarazlıqdadır artıq. Artıq bu rəng dəyişməsi tarazlığın olduğunu göstərir. Birinci ifadəmiz doğru. Tarazı qanında düzünə reaksiyanın sürəti əksinə reaksiyanın sürətindən böyük olur. Bu yanlışdır. Tarazlıq anında V düzünə qaydamız var ki, V əksinəyə bərabər olur. Bu yanlış. Əgər şüşəyə A qazı əlavə edilsə, müəyyən müddət şüşəyə A qazı əlavə etmə, müəyyən sonra qabda rəng daha mavi olur. A maddəsi əlavə etsə, tarazlıq əks tərəfə C tərəfə yönələcəkdir və C tərəfə yönəldiyi üçün C tərəfdə də rəng mavidir, daha mavi olacaq. Bu da doğru ifadədir. Şüşə qabı qızdırdıqda, yəni temperaturu artırdıqda rəng tünd yaşıl olursa, deməli, qızdırdıqda rəng tünd yaşıl olursa o deməkdir ki, AB tərəfə yönəlir. Temperaturu artırdıqda biz bilirik ki, reaksiya endotermik tərəfə yönəlir. Deməli, reaksiyanın bu bir istiqaməti endotermikdir. Bu reaksiya endotermik olduğunu göstərir. Əksinə, əgər sol tərəfə yönəlirsə, sağ tərəf deməli eksotermik reaksiyadır. Yanlış. Maddələrin tarazlıq qatılıqları 0,2, 0,3, 1,2 kilosa tarazı sabitinin qiyməti 20 olar. KT bərabərdir. C-nin tarazlıq qatılığı 1,2 bölünsün 0,2 vurulsun 0,3. 1,2-ni də 0,6-ya böldükdə cavabımız 20 olur. Bu da doğrudur. Sistemin temperaturu dəyişdikdə dəyişməz qalır. Tarazı sabiti bilirik ki, maddənin təbiətindən bir də temperaturdan asılıdır. Tarazlıq sabiti təbiətdən və temperaturdan asılıdır. Ona görə bu yanlış olacaqdır. Cavab 1, 3, 5 B variantı. Deməli, 9-cu sualımızda baxın, gördüyünüz kimi birincidən ikinci hissəyə keçdi. 2 mol CO-dur, 2 mol CO, 3 mol O2, 3 mol O2. Deməli, burada maddələrin qatılıqları dəyişmişdir. Biz sürəti müqayisə edə bilərik. Sürətimiz necə idi? Düstur necə idi? VT2 bərabərdir. VT1 V T1 vurulsun, qamma üstü, T2 çıxılsın, T1 bölünsün 10. İndi VT2 adı A bərabərdir. VT1 0,2 vurulsun. Temperatur əmsalını aşağıda verib 2 üstü. T2 temperaturum 140 çıxılsın, 120 T1 temperaturum bölünsün o. Deməli, A bərabərdir 0,2 vurulsun, 2 üstü 2. Yəni 0,8. İndi davam edirik. Artıq bu hissə ilə istəsək bu hissəni müqayisə edə bilərik və ya burayla buranı da aparmaq olar. Fərqi yoxdur. Baxın, elə birinci ilə üçüncünü müqayisə etsək, burada görürük ki, CO-nun mol miqdarı 2-dir. Üçüncü qabda isə CO-nun mol miqdarı 4-dür. Baxın, temperatur dəyişməz olaraq qalıbdır. 120 dərəcə Selsi, 120 dərəcə Selsi. CO-ya görə reaksiyamızın sürəti neçə dəfə artar? V bərabərdir. K vurulsun C, CO-nun kvadratı. Niyə? Çünki düsturumuz, tənliyimiz belədir. 2 CO üstə gəlinsin O2, əmələ gəlir 2 CO2 vurulsun CO2. CO-nun mol miqdarı 2 dəfə artırırsa, qatılıq 2-nin kvadratı qədər artacaq. Yəni 4 dəfə. Aha. İndi bax gördüyünüz kimi deməli 4 dəfə artacaqdır. Bu 0,2 idisə, birinci qabla 0,2 idisə 4 dəfə artanda B nəyə bərabər olacaq? 0,2-ni vuracam 4-ə, 0,8. A 0,8, B 0,8. Deməli, A-nı da B-yə bölsək cavabımız olar 1. A variantı. Gəldik 10-cu sualımıza. 10-cu sualımızda bizə verilənləri diqqətli nəzərdən keçirək. Deməli, T1 temperaturum A-dır, T2 temperaturum. T2 temperaturda 70 dərəcə Selsidir. Yəni, belə çıxır ki, V, T1 sürətimiz A-dır, V, T2 sürətimiz B-yə bərabərdir. T1 temperaturu yoxdur, sual işarəsi. T2 temperaturunda verib 70. Reaksiyanın temperatur əmsalda 2-yə bərabərdir. Yəni, VT2 bölünsün VT1. Yəni, B bölünsün A bərabərdir 2 üstü 70 çıxılsın T1 bölünsün 10 deyə saxlayıram. Gəlirəm ikinci şərtə baxırıq. Bunu burada belə
Saxladıq. Yenə ikinci reaksiya üçün, bu birinci reaksiyamız üçün idi. İkinci reaksiya üçün yazıram ki, VT1 bərabərdir 4A-ya. VT2 bərabərdir B. Gördüyünüz kimi T1 temperaturumu yenə bilmirəm, amma T2 temperaturumu 70 olaraq götürürəm. B bölünsün 4-a bərabərdir. Bu dəfə 4 üstü deməli 70 çıxılsın T1 bölünsün 10-a. Buradan gəlin B-ni tapaq. B bərabərdir 2A vurulsun 70 üstü T1 çıxılsın 10. Buradan B-ni tapsaq, bu da 4-ü, yəni bu hissəni bura vururam, belə deyək də. 16A üstü 70 çıxılsın T1 bölünsün 10. Gördüyünüz kimi B-lər bir-birinə bərabərdir və bunları bir-birinə bərabərləşdirin. Bu olur, deməli 2A 70 çıxaq T1 bölünsün 10 bərabərdir 16A 70 çıxılsın T1 bölünsün 10. Bunu da mən 16-nı 2 üstü 4 kimi yaza bilərikmi? 2 üstü 4A, bu belə deyək, 2A-lar getsə, burada 4 də vurulacaqdır bu qüvvətə. 70 çıxılsın T1 bölünsün 10 bərabərdir 10. 4'ü vurduq 70'ə, 280 çıxılsın 4T1. Buradan da T1'i hesablayarıq. Deməli, onlar ixtisar gedəcəkdir. Olacaqdır, deməli 280-dan 70 çıxanda 210, mənfi T1'in üstünə də 4T1'i gəlsək 3T1, T1 də bərabərdir 90-a. Cavab D.